Özel günlərimizdən birini qeyd etmək üçün möhtəşəm şou proqramları olan İskele restoranına getdik. Ümumiyyətlə yayda şou proqramlı, ləzzətli yeməklər verən restoran dedildikdə ilk ağlıma İskele gəlir. Biz yayda bura tez-tez gəlirik. Ötən günlərin biri də burada Turkish Night idi. Yəni Türk gecəsi. Türk estradasının dillər əzbəri olan bütün hit mahnıları demək olar ki, oxudular. Yeməkləri isə doğrudan da üst səviyyədədir. Təqdimatı o qədər zövqlü olur ki, yeməyin elə ləzzəti təqdimatından bilinir. Üstəlik burada yeməklərin bəzilərini masanıza belə şou proqramla gətirirlər. Həm uşaqlara xoş olur, həm də böyüklərə. Kabablar çox ləzzətli olur, əla quzu tikələrindən istifadə edirlər. Bir də balıqlar burada təp-təzədir. Çupranı getsəniz mütləq sınayın. Üzəri xırçıltılı olur, içi isə sulu. Bir də fərqli yeməkləri mənim kimi sevirsinizsə, krevetka lüləsini də sınayın. Bütün masalar demək olar ki, dolu idi və hər kəs əylənirdi. Ümumiyyətlə İskeledə fərqli bir-birindən maraqlı şou proqramlar olur. Ona görə səhifələrini də aşağıda qeyd edəcəm ki, qaçırtmayasınız. Qeyd edim ki, burada Yunan şousu da möhtəşəm keçmişdi, iştirak etmişdik. Son olaraq isə heç bir məkanda rast gəlmədiyim lülə künəfə sifariş etdik. Ocaqda bişmiş künəfənin dadı həqiqətən də başqaymış. Qiymətlərlə maraqlanmaq istəyirsinizsə, zəhmət olmasa səhifəyə keçid alıb menyu ilə yaxından tanış ola bilərsiniz.